Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz nədir? Ədəbiyyat nəzəriyyəsindən dramatik növ və onun janrları. Keçək dərsimizə. Nədir bu dramatik növ? Dram sözü ümumiyyətlə özü Yunan sözüdür, hərəkət deməkdir. Dramatik növ də göstərmə əsasdır. Yəni dram əsərləri səhnəyə qoyulmaq üçün yazılır. Yox, əgər o dram əsəri səhnəyə qoyulmaq üçün deyil, sadəcə oxunmaq üçün yazılıbsa, ona lezə dramı deyilir. Buna misal olaraq Hüseyn Cavidin Peyğəmbər lezə dramını göstərə bilərik. Dramatik əsərlər də iki hissədən ibarət olur. Remarka və personajların danışığı. Remarka nədir? Müəllifin səhnə ilə bağlı verdiyi göstəriş. Məsələn, Anamın kitabı dramında ilk məclisdə deyir Rüstəm bəyin qardaşlarının kabinəsində vaqe olur. Bir tərəfdə böyük yazı stolu olur, üstündə qırmızı örtük olur, kənarda sandalyalar olur, kitab şkafı. Bunlar remarkadır. Remarkada yazılır ki, onu səhnəyə qoyanda aktyor bilsin ki, qəzəbli bir görünüş almalıdır, yoxsa mülayim görünməlidir. Remarka bu vəzifəni daşıyır. Dram əsəri nəsrlə də yazılsa, nəzmlə də yazılsa, yadda saxlayın ki, remarkalar ancaq nəsrlə yazılır. Və çox vaxt mötərizə içərisində verilir ki, onların remarka olduğu bilinsin. Bəs personajların danışığı nədir? Bu özü də iki hissədən ibarətdir. Dialoq və monoloq. Dialoq iki və daha artıq şəxsin danışığına deyilir. Elə Anamın kitabı dramından gedək. Orada Mirzə Həsən ilə Rüstəm bəyin dialoqu baş verir. Salam aleykum, aleykum salam. Deyir, bağışlayasınız, mən çox səylədim, tez gələ bilmədim. Deyir, buyur əyləş. Bəs monoloq nədir? Monoloq isə tək başına danışıqdır. Məsələn, Müsbəti Fəxrəddin əsərində görürük ki, Mahmud atası Rüstəm bəydən biraz uzaqlaşan kimi deyir, sən ki belə başlamısan, sənin evində bayquş ulayacaq. Bunu Rüstəm bəyin üzünə demir ki, Mahmud bunu öz-özünə gedə-gedə deyir. Yəni bu monoloqdur. İndi dramatik növdə digər növlərimiz kimi həm şifahi ədəbiyyatımızda var, həm də yazılı ədəbiyyatımızda. Şifahi ədəbiyyatda dramatik növün janrlarına aiddir xalq tamaşaları, buna meydan tamaşaları da deyilir. Adından da görünür, tamaşadır. Burada nəyisə ya təbliğ eləyirlər, ya tənqid eləyirlər. Məsələn, bir tamaşa var, əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. Bu tamaşada tənbəlliyin tənqidi, əməyə rəğbət hissinin oyadılması ön plana çəkilir. Sonra aiddir şəbihlər. Şəbihlər dini tamaşalardır, ən çox da məhrəmlik mərasimləri ilə bağlı olur. Biri də qaldı xalq oyunları. Xalq oyunları, uşaq oyunları, bunlar ikisi də eyni anlayışdır. İki yerə bölünür. Oturaq oyunlar, hərəkətli oyunlar. Oturaq oyunlar, yəni oturaraq oynanılır. Məsələn, lal dinməz, əl üstə kimin əli, uçdu və s. Uçdu da qarışdırmayın. Yəni, elə gələr adama ki, bu hərəkətli oyundur. Nəsə uçur, biz onu tuturuq. Yox, bu oturaq uşaq oyunudur. Biri də var hərəkətli oyunlar. Dəsmalı ver, xəndəyə düşmə, dəyirman və s. Məsələn, baxın, dəsmalı ver. Uşağın biri qaçır, digərindən dəsmalı almağa çalışır. Hərəkətli oyundur. Dramatik növün yazılı ədəbiyyatda hansı janrları var? Məsələn, komediya. Buna məsəlkə də deyilir. Komediya adından da bilinir, gülüş doğurur. Amma necə gülüş? Satirik gülüş. Ədəbiyyatımızda ilk komediya janrının müəllifi kimdir? Mirzə Fətəli Axundzadə. Hekayət-i Molla İbrahim Xəlil kimyagər əsəri ilə. Biri də var faciə janrı. Faciə ilə adından bilinir, kədərli, dəhşətli hadisələr, əhvalatlar deməkdir. Faciə janrına tragediya da deyilir. Ədəbiyyatımızda ilk faciənin müəllifi Nəcəf bəy Vəzirovdur. Müsbəti Fəxrəddin əsəri ilə. Əsər nə vaxt yazılıb? 1896. Bəs desək ki, ilk tarixi faciə o olur Nəriman Nərimanovun Nadir Şah faciəsi. Bəs desək ki, ilk mənzum faciə o da olur Hüseyn Cavidin Ana faciəsi. Mənzum nə idi? Biz demişdik hekayə yaxud roman. Nəsrlə yazılırsa mənsur olur, nəzmlə yazılırsa olur mənzum. Baxın, biri var komediya, biri də var tragediya, yəni faciə. Bunların birləşimi olur tragikomediya. Biri də var dram. Dram deyəndə biri var bütün dram əsərlərini nəzərdə tutaq, biri də var dram ayrılıqda bir janrdır. Məsələn, mən deyirəm ki, Səbanın dramları. Yəni bütün dramatik növdə yazdığı əsərləri. Dramatik növdə yazılmış əsər faciə olar, komediya olar, tragikomediya olar. Amma biri də var deyirəm Səbanın dram əsərləri. Bu da o məna verər ki, dramatik növün sırf dram janrında yazılmış əsər.
Dram janrı özündə həm faciənin, həm də komediyanın xüsusiyyətlərini birləşdirir. Komediyanın xüsusiyyətini birləşdirir dedim. Komik səhnələrdən düzdür istifadə edilə bilər, amma bu o demək deyil ki, dram bütünlükdə gülməli hadisələrdən ibarət olur, gülməli hadisələr üzərində qurulur. Bu mümkün deyil. Yaxud deyirəm faciənin xüsusiyyətini özündə birləşdirir, amma o demək deyil ki, tamamilə faciə orada baş verir. Faciədən fərqli olaraq dram əsərində qəhrəman münaqişə, toqquşma zamanı bir qayda olaraq həlak olmur, yaxud bir faciə yaşamır. Dostlar, ümid edirəm izah sizin üçün anlaşıqlı, maraqlı oldu. Nəsə qaranlıq qalan bir yer olsa, nəsə bir sualınız yaransa, şərh bölməsində yaza bilərsiniz. Dərsin izahını sizin üçün vizual olaraq da hazırlamışam. Ekranın şəklini çəkib, yaxud qeydlər apararaq öyrənə bilərsiniz. Videomu bəyəndinizsə videomu like etməyi, kanalıma da abunə olmağı unutmayın. Sağ olun dostlar.